Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında bugün daha 2 müəssisə fəaliyyətə başlayır və beləliklə burada müəssisələrin sayı 26-ya çatır. Ancaq bu yalnız fəaliyyətdə olan rezidentlərin say artımı deyil, investisiya, məşğulluq və ixracın genişlənməsi deməkdir. Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında Kartaş Kimya Məhdud Məsuliyyətli Cəmiyyətinin tikinti kimyəvilərinin istehsalı zavodunun açılışında iştirak etdi. İqtisadiyyat naziri Mikayıl Cabbarov əvvəlcə ölkəmizdəki sənaye zonaları və Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti barədə dövlət başçısına məlumat verdi. Bildirildi ki, hazırda Azərbaycanda 9 sənaye parkı və 4 sənaye məhəlləsi var. Sənaye zonaları üzrə indiyədək ümumi investisiya həcmi 8,1 milyard manat olan 170 sahibkarlıq subyektinə rezident və ya qeyri-rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb və 10.600-dən çox daimi iş yeri yaradılıb. Ötən müddətdə sənaye zonalarında 16,2 milyard manatlıq məhsul satışı həyata keçirilib. Bunun da 5,2 milyard manatlıq hissəsi ixrac edilib. Azərbaycan Prezidentinin 2011-ci ildə imzaladığı fərmanla yaradılan Sumqayıt Kimya Sənaye Parkı ölkəmizdə ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır. Ərazisi 613 hektar olan parkda neft, kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Burada ümumi investisiyalarının həcmi təqribən 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, onların da artıq 24-ü fəaliyyət göstərir. Sumqayıt Kimya Sənaye Parkında 2025-ci ilin 1-ci rübə ərzində ötən ilin eyni dövrü ilə müqayisədə istehsal 14,2%, ixrac isə 17,2% artıb. Hazırda burada 6000-dən çox insan daimi işlə təmin olunub. Parkda istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilir. Kartaş Kimya MMC-yə 2022-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Təməli 2023-cü ildə dövlətimizin başçısı tərəfindən qoyulan zavodun tikintisi üçün 2,5 hektar ərazi ayrılıb. Türkiyənin qabaqcıl avadanlıqları ilə təchiz olunan müəssisədə məhsul çeşidləri üzrə 7 istehsal xətti qurulub. Zavodun ümumi istehsal həcmi illik 295 min ton təşkil edir. İstehsalda istifadə olunan əsas xammal ölkə daxili resurslar hesabına təmin olunur. Yeni zavodun fəaliyyətə başlaması məhsul çeşidinin artırılması ilə yanaşı daha əvvəl istehsal olunmayan məhsulların istehsalını təmin edərək idxalı əvəz eləyəcək. Bununla yanaşı məhsulların Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Rusiya və Gürcüstana ixracı nəzərdə tutulur. Qeyd eləyək ki, burada sement əsaslı quru qarışıqlar, su izolyasiya, döşəmə materialları, sement üyüdücü qatqıları, beton qatqıları və onun əsas xam malı istehsal olunacaq. Zavodda artıq 102 nəfər işlə təmin edilib. Növbəti mərhələdə isə işçilərin sayının 245 nəfərə çatdırılması nəzərdə tutulur. Layihənin investisiya həcmi 25 milyon manat təşkil edir. İqtisadiyyat Nazirliyinin tabeliyində sahibkarlığın inkişafı fondu tərəfindən müəssisəyə 6 milyon manat güzəştli kredit verilib. Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən bu müəssisə rezidentlərə verilən güzəştlərdən yararlanıb.
Prezident İlham Əliyev Aztex İmport Məhdud Məsuliyyətli Cəmiyyətinin Iveco markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodunun açılışında da iştirak etdi. Məhdud məsuliyyətli cəmiyyət 2022-ci ilin aprelində Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Bu istehsal müəssisəsinin təməli də elə həmin il dövlətimizin başçısı tərəfindən qoyulub. Müəssisə İtaliyanın Iveco markalı yük və xüsusi təyinatlı avtomobillərinin yığımını həyata keçirəcək. Layihənin ikinci mərhələsində avtomobillərin kuzovlarının istehsalı da nəzərdə tutulur. Müəssisədə illik 100 ədəd yük avtomobili və xüsusi texnika, 300 ədəd kuzov istehsalı həyata keçiriləcək. Hər iki mərhələ üzrə müəssisədə 150 yeni iş yerinin yaradılması planlaşdırılır. Artıq layihənin birinci mərhələsi üzrə 96 nəfər işlə təmin edilib. Müəssisədə istehsal ediləcək məhsulların daxili bazarda satılması ilə yanaşı xarici bazara çıxarılması nəzərdə tutulur. Aztex İmport MMC-də Sumqayıt Sənaye Parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən faydalanıb. Ümumi investisiya dəyəri 19,2 milyon manatdan çox olan layihə Sumqayıt Kimya Sənaye Parkında 4 hektar ərazini əhatə edir. Yeni müəssisələrin fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektorunun inkişafına təkan verəcək, ölkənin ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın diversifikasiyasını sürətləndirəcək, məşğulluğun artırılmasına mühüm töhfə verəcək.